Bismillahirrahmanirrahim. Cübeyr İbn Mutimin həyatında İbn Səd öz Təbəqatul Kubra kitabında belə bir hədis nəql eləyir. Bəziləri deyirlər ki, Peyğəmbərin böhründə olanlar, Peyğəmbərin yoldaşları, sirdaşları hamısı mömin idi. Onlara münafiq, kafir demək olmaz. Ancaq bu kitabın 13-cü səhifəsində görün nə deyir. Cübeyr İbn Mutim belə deyir. Ey Allahın Rəsulu, bəzi insanlar Məkkədə bizim üçün mükafat olmadığını iddia edirlər. Rasulullah buyurdu, siz hətta tülkünün yerində olsanız, yəni yaşadığı yerdə olsanız belə, sizin mükafatınız sizə gəlib ulaşacaqdır. Ondan sonra deyir ki, hədisin davamında Rasulullah başını sallayaraq, yəni aşağı salaraq dedi, arkadaşlarımın, yəni yoldaşlarımın arasında münafiqlər vardır. Bunu Peyğəmbər deyərək münafiqlərdən danışmışdır. Necə ola bilər ki, bu günlər kimlərsə Peyğəmbərin hər yanında olanlardan mömin olaraq demişdir. Təkrar edirəm, arkadaşlarımın, yəni yoldaşlarımın arasında münafiqlər vardır. Təbəqatul Kubra İbn Səd 5-ci cild.